Əziz şagirdlər, bu gün sizə birinci qrup qəbuluna düşən çox maraqlı bir testin izahını verəcəm. Odur ki, başlayaq. Deməli deyir ki, XO3-ün kütləsinin mol sayından asılı qrafik verilib. XO3-ün molyar kütləsi YO3-ün molyar kütləsinə bərabərdirsə, deməli YCO3-ün molyar kütləsinə bərabərdirsə, deməli X-in ayırından Y-in ayırını çıxaraq fərqi tapmağımızı və A-nı, yəni baxın bu qrafikdəki A-nı tapmağımızı, hesablamağımızı istəyir. Gəlin baxaq, ardıcıl şəkildə gedək. Əvvəlcə bir qrafikə baxaq. Qrafikdə bizdən deyir ki, 0,2 mol bu XO3-ün kütləsi 20 qramdır. Gəl baxaq ki, bu A, yəni bizdən istəyir ki, bu A-nı tapaq. Bu A nəyə bərabərdir? Onun üçün tənasib qururuq. 0,2 20 qramdırsa 0,5 mol, 0,5 molda olacaq 50 qram uşaqlar. Hesablayaraq A-nı. Buradan tapırıq ki, A burada 50 qramdır. 50 qram olduğunu tapdıqdan sonra uşaqlar, deməli, ikincini biz buradan tapdıq 50-dir. Gəlin birinciyə baxaq. Birincini də tapmaq üçün biz baxın bu ifadəni, yəni XO3-ün molyar kütləsini YO3-ün molyar kütləsinə bərabər götürməliyik. Deməli, uşaqlar, baxın, YO3-ün molyar kütləsini 0,5 molunu 50 qram tapdıqsa, uşaqlar, 1 molu olacaq, deməli, 100 qram. Deməli, XO3-ün deməli, kütləsi 100 qram imiş. Və deyirsə ki, əgər bunlar bir-birinə bərabərdir, yəni XO3 ilə deməli YCO3 bir-birinə bərabərdir. Deməli YCO3 də 100 qramdır. Gəlin baxaq. Deməli karbonun kütləsini verib 12. Deməli Y plus karbonun kütləsi 12-dir. Deməli oksigen də 3, deməli indeksi 3 olduğu üçün 16-nı vururuq 3-ə 48. Bərabər eləyirik 100-ə. Buradan biz tapırıq ki, Y bərabərdir 40. Deməli, X-imiz uşaqlar, X-imiz, əgər XO3 100 qramdırsa, X-imiz olacaq 52 qram. Deməli, X 52 qramdır, Y də 40 qramdır və bizdən deyir ki, baxın, birincidə A-nı tapdıq, A burada 50-dir, uşaqlar buradan tapdıq, yəni qrafikdən tapdıq ki, A 50-dir. Birincini isə tapmaq üçün deyir, X-dən Y-i çıxaq, X-i tapmışıq 52 qram, Y-i tapmışıq 40 qram, çıxanda eləyir 12. Deməli, birincinin də cavabı 12.